Salamlar, vaxtın xeyir olsun. Biz artıq qurğularımızın hər birini qurduq, tamamladıq. Gördüyünüz kimi bax belə. İndi isə komimizi işə salacağıq. Sistemdə bir daha vurğulayıram. 12 toçka radiator var. Evimiz 2 mərtəbədən ibarətdir. Əslində komimiz də normaldır. 12 toçka radiatora 32 kilovatlıq kombidir. Amma sistem o qədər böyük çəkildiyi üçün çatdıra bilmir kombi. Axırıncı toçkalar bir çox radiatorlara istilik getmir və bunun həlli üçün bu qurğuları qurduq. Sistemdə olan problem həll oldu. İndi ancaq bizim kombimiz dəngə qabına ötürəcəkdir və dəngə qabından sonra qoyulan devrəyə nasosu sistemi devr edəcək. Beləliklə, bütün radiatorlar boyu hər biri tam isti olacaqdır. Bu qədər. Allah amanında qalın.